Salam əzizləyicilər, bugün sizlərə Royal Hook haqqında danışacağam. Deməli, uzun illərdir ki, mən heç bir yatırım və yaxud da yatırımsız hər hansı bir şəbəkə paylaşmırdım, şirkət paylaşmırdım. Çünki artıq legal ola biləcəyini düşünərək paylaşacağım sistemdir. 2 gündən sonra tam start verəcək. 2 gün 9 saat 2 dəqiqədən sonra maksimum 3 gündən sonra tam start verəcək ki, biz buradan yatırımsız qazancları əldə edə bilək. Baxın, burada deyir ki, gündə 20 dollara qədər qazanın, reklamlara baxın və gündə 20 dollara qədər qazanın. İnvestisiya yoxdur, risk yoxdur. Əslində investisiya var. Sadəcə investisiya etmək istəməyən üzvlər üçün günlük 20 dollara qədər qazanclarınızı rahat şəkildə çıxara biləcəyinizi vəd edəcək bir sistem göstərirəm sizə. Limitsiz gəlirdir qlobal matrisdə. Bu sistem matris sistemdir. Yəni biz soldan sağa başlayaraq öz komandamıza, sol qolumuza və yaxud da sağ qolumuza referal gətiririk və yaxud da gətirməsək də olar, fərqi yoxdur. Biz elə bir sistemə qoşuluruq ki, yəni matris sistemidir. Burada referal gətirməyə ehtiyac belə yoxdur. Çünki mənim zaten belə deyim sizə, gətirəcəyim referalın qoşulduğu o ki komanda strukturu var. Həmin struktur zaten davamlı işləyir. Ard-arda istənilən şəxslər gəldikdə bu öz yəni gedişatını göstərəcək ki, sizin də ardınıza düşəcək deməli referal strukturları öz yerlərini tutacaq. Baxın, burada göstərir ki, sizdən sonra, baxın bu hissədə göstərir. Sizdən sonra qeydiyyatdan keçib 6382 insan, yəni məndən sonra 6382 insan keçib. Siz də qeydiyyatdan keçəndən sonra əsas səhifədə sizə də alt hissəyə yuxarı sıyırın və görəcəksiniz ki, orada nə qədər insan göstərir. Sizin dəvət kodunuz zaten bura yerləşdirəcək. Şəxsiyyət vəsiqəsi dedikdə bu ID kartımız bizim real şəxsiyyət vəsiqəmizdən söhbət getmir. AA və yaxud da AZ olaraq. Bu Royal Hook şirkətinin, yəni saytın, sistemin daxili qaydalarının hər hansı bir üzvlərin ID kodlarıdır. Yəni şəxsiyyət vəsiqələridir ki, bu tanınsın, bilinsin ki, kimdən söhbət gedir. Royal Hook yeni başlayanlardan tutmuş peşəkarlara və hətta yeni yer tutanlara qədər hər kəsin pul qazana biləcəyi bir platformadır. Özünüzə necə pul qazanacağınızı seçin deyir burada. Reklam izləyin bölməsi təbii ki, bu maksimum 3 gündən sonra tam fəaliyyətə başlayacaq. Biznes yeri satın alın deyir burada. Biznes yerləri də nədir? Mən sizə bunu göstərim. Daha sonra orada məbləğdə göstərərəm ki, necə yatırım etmək olur. Komanda bölməsinə daxil oluruq və burada reklam verim, reklam əlavə edin. Bu zaten açılacaq və burada siz bunu bağlayıb aça bilərsiniz ki, ardınızda nə qədər adam var, matris bölmələri, sizdən sonra qeydiyyatdan keçən şəxslər burada hamısı görünəcək. Baxın, matris necə işləyir? Matrisdə yer tutmaqla siz yalnız dəvət olunanlardan deyil, həm də bütün yuxarı səviyyəli tərəfdaşlardan avtomatik səviyyəyə alırsınız və yəni yuxarı tərəfdaşların da ardına gələn şəxslər zaten bizim ardımıza qoşulur ki, bu struktur davam etsin. Sabit pasiv gəlir əldə edirsiniz. Sistem, yəni baxın, tövsiyələr alırsınız və sabit pasif gəlirlər yuxarıdan aşağıya, soldan sağa doldurulur. Yeni struktur hətta şəxsi dəvətnamələr olmadan belə sizin üçün işləyir. Yəni bizim şəxsi dəvət linkimizlə qoşulma olmasa belə zaten bizim üçün bu işləyir deməkdir. Baxın, sizə durduğunuz yerdən heç bir yatırım etməsəniz belə, yatırım etsəniz ekstra qazanclar qazanacağınız bir şəbəkə göstərirəm sizə. Daha çox iş yeri tutmaq üçün birdən çox iş yeri tutun. Bu birdən çox iş yeri nədir? Yerini sizi gözlə, eləyini qazanmağa başlayın. Baxın, burada göstərir ki, pasif gəlir. Bax, gümüş bir iş yeri. Misal üçün biz 50 dollar yatırdıq. Bizim deməli 11-ci səviyyəyə qədər onların qazanclarından gələn gəlirlər var. Bu gümüş səviyyəsinə aiddir. Qızıl səviyyəsini qarışdırmayaq, onu da deyəcəm. Ayda bizə nə qədər gələ bilir? 2047 dollar. Amma qızıl səviyyəsində 12-ci səviyyəyə qədər bizə 50 qəpiklər, 50 sentlər daha doğrusu üzr istəyirəm, yığılır. Bu da 85 qəpik eləyir bizim manatdan. Yəni 0,85 AZN. Ayda bizə nə qədər gələ bilir? 6142. Amma platin bunun məbləği nə qədərdir? Tam start verildikdən sonra və yaxud da ki, mən sizə göstərəcəm. Şəxsi menecer var, onunla
Royal Hook'un meneceridir. Onunla əlaqə saxlayaraq tam məlumatı ala bilərsiniz. Platin biznesdə 3-cü biznes kabineti sayılır bu. Siz elə bil ki, gəldiniz admin, menecer və ümumi şirkətin keçdiniz misal üçün idarə etməsinə. Ayda bu nə qədər olur? 65.534 dollar qazana bilərsiniz. Baxın, az öncə bu xanaya gəlməmişdən qabaq ki, dedim sizə biznes yeri satın alın bölməsi, biznes məkanı satın alınması təsdiqləyirsiniz, 50 dollar hesabınızdan silinəcək. Xəta verdi. Niyə? Çünki balansda pul yoxdur. Əlavə ödənişə toxunuruq və burada göstərir ki, əsas hesaba və yaxud da reklam hesabına. Əgər biz əsas hesabı seçiriksə, biz işçi kimi, yəni necə işçi kimi qazanc əldə edənlər komandası ilə, öz yatırımı ilə əsas hesab bölməsini seçib gəlir əldə etmiş şəxslərdən oluruq. Amma reklam hesabı seçiriksə, biz burada reklam verən mən reklam verirəm və qazanc əldə etmək üçün üzv olan şəxslər reklam izləyərək qazanc əldə edəcəklər. Mənim verdiyim reklam hesabına və şirkətin reklamı göstərərək pul qazandığı söhbətindən görə. Yəni şirkət mənim verdiyim reklamdan pul qazanır. Bu əsnada qazanclar, zəncirvari şəbəkələr, davamiyyət, struktur özün göstərəcək. Balansınızı artırın. Misal üçün doldurma məbləği 50 dollar göstərir burada. Reklam hesabı deyək, misal üçün və yaxud da ki, əsas hesaba deyək, biz qazanc əldə etmək istəyən şəxsi doldurma üsulu %-20 balansınızı artırın dedikdə, həmin bunların baxın, %-20 şəbəkəsinin bağlantısı burada görünür və bura toxunaraq, ikili pəncərəyə toxunaraq biz bunu kopyalayırıq və Trex ID-si nə olacaq, onu da mən sizə Binance-də göstərə bilərəm. Amma bunu növbəti videoda göstərəcəm. Çünki Binance-ə girib ID-mi yerləşdirmək və s. bunlar zaman alacaq. Video daha çox uzanacaq. Zaten də uzanır. Mən ödədimə toxunandan sonra sizin Binance-də Trex ID-sini göstərəcək və o ID-ni buraya rəqəmlərdən ibarət və ya da hərf rəqəmlərdən ibarət olan ID-ni buraya yerləşdirib mən ödədimi toxunduqda hər hansı bir qəbzə ştrif kodundan söhbət gedir də əziz izləyicilər. Videonu qaldığım yerdən davam edirəm. Üzr istəyirəm, zəng gəlmişdi. Yəni belə izləyicilər, ID-ni buraya yerləşdirəndən sonra mən ödədim bölməsinə toxunarıq. Yəni növbəti videoda zaten mən bunu göstərəcəm və burada heşi Trex ID-ni haradan əldə edə bilərəm? Burada bütün məlumatları siz oxuyub oradan da yəni biri var nəzəri, biri var praktiki. Bu nəzəridir artıq. Mən sizə praktiki olaraq növbəti videoda Binance-dən yatırmağı, ID-sini yerləşdirməyi, qəbzi görməyinizi, pul qəbul necə olunacaq bu sistemdən, bu sistem tam fəaliyyətə başlasın. Növbəti videomda onu da izah edəcəm sizə. Daha sonra siz nə edə bilərsiniz? Deməli, ana səhifəyə gələk. Burada biznes yeri satın alın zaten göstərmişdim. Baxın, köməkçi üçün həmişə deyir yönləndiricə əlaqə saxlaya bilərsiniz. Məni dəvət edən şəxs Cəfər Abdullayev tərəfdaşdır. Mən bu şəxsin referalıyam və Telegram ID-si də burada görünür və bu şəxsin Royal Hook şəxsiyyət vəsiqəsinin də nömrəsi burada görünür. Yardım masası olaraq, baxın, buradan siz birbaşa yönləndirirsiniz daha doğrusu. Royal Hook'un support meneceri var. Bu şəxsə yönləndirirsiniz və Royal Hook'un news kanalı var, yəni kanaldır bu. Daha sonra xəbərlər bölməsində də zaten həmin buradır. Və bunun bir də ki Telegram kanalı var. Kanal dedikdə yəni qrupu var daha doğrusu. Qrupda hələ ki bağlıdır. Açılandan sonra tam fəaliyyətə başlanandan sonra o da açılacaq. Orada üzvləri və yazılan mesajlar, sizin də fikirlərinizi bölüşə biləcəyiniz bir kanaldır ki, hansı ki onun da mən dəvət linkini videonun açıqlama bölməsində referal linki ilə birlikdə yerləşdirəcəm. Oradan əldə edə biləcəksiniz. Daha sonra dəvət linkini gördüyünüz kimi bu hissədədir. Mən bunu kopyalayacağam və videonun açıqlama bölməsinə yerləşdirəcəm. Daha sonra reklam verənə, burada reklam əlavə edən bölməsi, hələ ki bu kanalların heç biri işləmir əziz izləyicilər.
Bu qədər videonu bəyənib kanala abunə olmağı unutmayın. Tam fəaliyyətə başlayandan sonra çıxarış bölməsi də yerləşdiriləcək burada. Hansı ki biz pullarımızı necə çıxaracağıq, hansı komissiyonlar minimum nə qədər məbləğlə olacaq, şərtlər necə olacaq, hər birini növbəti zamanla görəcəyik. Uğurlar olsun. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti qazanc videolarında görüşənə qədər.